Mən də ancaq evdə oluram. Bu mənim normalım kimi olub, dəyişmək istəyirəm, amma çətin gəlir. Dəyişmək istəyirsiniz, çətin gəlir. Baxın, siz artıq çoxdan alışmısınız bu həyat tərzinə. Əsasən evdəsiniz. Birdən-birə, o necə deyim sizə, birdən-birə çox dəyişiklik etmək üçün stres kimi hiss edəcəksiniz. Yəni stres yaşadacaq. Az-az, hə? Nə bilim, həftədə tutalım da, əgər ayda 2 dəfə çıxırsınızsa, hə, tutalım 1 saat, ayda 2 dəfə çıxırsınızsa. Məsələn, həftədə 2 dəfə 10 dəqiqəlik, lap evin ətrafında 1-2 dənə belə hələ o kruq vurdun, məsələn, qayıtdın. Biraz qapının ağzında lap çıxdın, dayandın, qayıtdın. Məsələn, sonra dükan, belə səbəb axtarasınız da, belə plan qurasınız. Mənim bu həftə filan şeylərə görə bayıra çıxa bilərəm. Qabaqcadan, öncədən, hə, filan gün, filan saatda mənə daha uyğundur. Məsələn, 3-cü gün, 5-ci gün, bir də bazar günü. Bax belə, planlaşdıranda həyatı o insan zaten hələ stresini azaldır nə qədər. Ancaq evdə olmaq normala çönüb, düzdür, deyirsiniz. Amma özünüz də təbii anlayırsınız ki, sizin üçün, yəni heç bir insan üçün yaxşı deyil də. Çünki ancaq evdə oturduqca burada mütləq bir şəxsiyyətin degradasiyası baş verir. Əgər aşırı çox evdə olursa. Degradasiya gedir də, hər bir regressiya deyək. Hə, degradasiya demək, tutalım, regressiya deyək. Hər biraz sən dala gedirsən də. Nələrdəsə sən də olacaq burada regressiya. Nələrdəsə olacaq, ya fiziki ola bilər, sağlamlıqda ola bilsin, hə? Dayanıqlılıqda, stresə dayanıqlılıqda ola bilər, bu zəifləsin. Ünsiyyət təbii zəifləyir, ünsiyyət azalır həyatınızda, əyləncələr azalır. Cürəbəcür insanlar tanımaq, fərqli insanlarla ünsiyyətdə olub, onlardan bəzi şeylər eşitmək, öyrənmək. Burada həm müxtəlif duyğular yaşayırsan söhbət etdiyin zaman. Burada sən, yəni müsbəti varsa, mənfisi də var, amma o mənfi də lazımdır insana, müsbəti də lazımdır insana. Hələ bir sən çıxmadıqca evdən bayıra, az çıxdıqca, faktiki olaraq deyilsən, hər bir həyatını sən 100%'lıq yaşaya bilərsənsə, yaşırsan 30% belə. Özü o qədər şeydən insanı məhrum edir ki, çıxmadıqda. Yəni, istər hələ bədənin, əzələləri, sən çıxırsan, gedirsən, gəlsən, daha çox hərəkətdə olursan, heç olmasa. Hələ tək bunu götürsək. Kislorod, oksigen. Oksigen hələ özü. Sən bayıra çıxırsan, yəni demirəm, küçədə indi maşınlar gedən yerdə yox, parklarda məsələn, hə? Təbiətin qoynunda ümumiyyətlə, sən elə yerlərdə olsan, hələ oksigen özü insanın istər beyinə olsun, istər ümumi bütün orqanizma nə qədər ehtiyacdır da bu da. İnsan belə baxanda hər şey alışır. Əlbəttə insan alışır, evdə oturmağa da alışa bilərsən, hər gün evdən çıxmağa da yavaş-yavaş alışa bilərsən. İnsan hər şeyə alışır, bilir sonuçda. Amma hər şeyə alışmaq, sənə ziyan olan bir şeylərə alışmaq, o deyir, Ruslar demiş, lütf pozna чем никогда. Yəni ki, gec ya tez bunu görürsənsə, gec ya tez üzərinə düşmək, gec ya tez bunu nəysə bir şeylər etmək. Çünki insana ancaq sonuçda əsasən insan özü çıxarır özünü, hər bir çətinlikdənmi? Əsasən də, əsasən. Yəni ki, bax, məsələn, sənə başqası gətirib çıxartdı çətinlikdən. Düzü, sən heç olmasa o başqasına müraciət etməlisən də. Şikayət, narahatçılıq, qorxu, bir şey deməlisən də, düzdür. Yenə də neyinirsən, yenə də sən etmiş olursan. Çünki sən ağzını açdın, dedin, istədin, xahiş elədin. Yenə də, burada sənsən, yəni əsas önəmli olan. Düzdür ki, insanlarda dil tapmaq da çətinləşir. Əlbəttə dil tapmaq çətinləşir. Çünki sən nə qədər başqaları ilə az ünsiyyətdə olduqda, əlbəttə hər bir qabiliyyət, sən bax, hər bir şey sən daim istifadə eləyirsənsə, hə, daim istifadə eləyirsənsə, o səndə ged-gedə qəşəng alınır. Heç olmasa eyni səviyyədə qalır da. Baxın, mən məsələn, əvvəllər haçansa da, belə deyim,
Xəmir xörəkləri tez-tez bişirirdim. Piraşki məsələn, hələ normalda çıxırdı. İndi o qədər gec-gec eləyirəm. O qədər gec-gec eləyirəm. Hər dəfə də heç yaxşı çıxmır, fərqli çıxmır. Heç yaxşı çıxmır. Nədən? Çünki artıq o qədər eləməmişəm. Xəmir də elədir ki, belə hər adamda alınmır. Adam var ki, onda hələ gec-gec də eləsə alınır. Mən elə idim ki, mən yavaş-yavaş məndə alınmışdı bu. Eləmədim deyə itirdim bu qabiliyyəti. Yəni inanın hər bir şeydə insan elədir. Sən eləmədinsə unudulur da. İdman da məsələn elədir, musiqi də elədir. Bir müddət atdın, ifa eləmədinsə, məşğul olmadınsa, zəifləyirsən. Bədəni məsələn formada qəşəng saxlamaq üçün daimi, regular olaraq idman. Yəni ünsiyyət elədir ki, insana çox böyük ehtiyacdır insan üçün. Düz deyil, biz siz necə insanıq. O demək deyil ki, sən tutalım da, məsələn, mən neçə yaşım var, məsələn 47-dir, mən bir ömür boyu hər zaman ünsiyyətim çox olsun, olmalıdır, olacaq. Elə deyil. İnsanın həyatında elə dönəm ola bilər. Əsasən, məsəl üçün, özünlə çox vaxt keçirirsən, yaxınlarınla vaxt keçirirsən və ünsiyyətin azdır. Yəni, ola bilər. Sadəcə çox uzandıqca daha da insanın belə həvəsi gedir də, vəziyyəti dəyişməyə. Uzandıqca sən daha da çox alışırsan, öyrəşirsən. Bir məna da görmürsən. Eşidirsən, artıq belə yaşayıram da, neynirəm, qalıb da belə. Düzdür. Halbuki istəyirsən dəyişdirəsən. Amma eləmədikcə bir məna da görmürsən artıq. Və elə insan həyatı hələ bir kəsadlaşır, boşdaşır, boş olur. O boş olmağın da hansı tərəfdən xeyirləri olur bizə. Bir çox şeyləri düşünürsən, anlayırsan, analiz edirsən, dərk edirsən. Amma indi onun da bir həddi var da. Hər şeyin bir həddi var. Qədəri belə deyək.